Salam, hər vaxtınız xeyir əziz dostlar. Hamını salamlayıram. 26 iyun 2025-ci il havanın temperaturu 33 dərəcə. Alanya'dayam və bu yer tam olaraq Alanya və Manavgatın kəsişdiyi bir yerdir. İndi inşallah içəriyə daxil olacağım. Bura restoran, kafe, hər şey var burada. İçəridə çay var. O çayın bir tərəfi Alanya olur, Okurcalar tərəf, bir tərəfi Manavgat olur. Bura Manavgat hissəsidir və bugün sizə Şəlalə Park, Gizli Bahçe, restoran, glamping, fishing, köy kafa və zipline, akvapark, bunların hamısı burada var. Şəlalə Park, ət və balıq, böyük, açıq havada restoran, maraqlı bir yer. Hətta burada qalmaq üçün yerlər də var. İndi hamısını sizə göstərəcəm. Mən də təsadüfən bura gəldim. İlk dəfədir bura gələm, doğrudan da maraqlı bir yerdir. Okurcalardan üzü Antalya'ya tərəf, Manavgat'a tərəf gəldiyiniz zaman orada bir AVM var. O AVM'nin önündə zaten böyük plakat var. Saklı Bahçe, Şəlalə Park yazır orada. 600 metr, yəni ana yoldan 600 metr içəridədir bu ərazi. Baxın necə gözəl yaşıllıqlar, ağaclıqlar, palmalar. Gəlib istirahət eləməyə, rahat şəhərin səs-küyündən, maşınlardan və s. uzaq, rahat bir nəfəs almağa bir yerdir. Gözəl havuzu var, oturmağa yerlər, qarşıda çay. İndi hamısını sizə göstərəcəm. Doğrudan da çox xoşuma gəldi. Maraqlı bir yerdir. Burada da girən kimi menü yazılıb. Bu Türkiyədə bir qanundur. Bütün restoranlar, işlətmələr menyusunu göz önündə bulundurmalıdırlar, qoymalıdırlar. Bu da havuzdur. Akvaparkı, qayalar və buranın sahibi Ufuk qardaşın dediyinə görə bu kükürtlü sudur, müalicəvi sudur. Çünki qarşıda termal bir quyu var. Oradan çıxır və o sudan çəkiblər bura. Müalicəvi bir su. Yəni kükürtlü bir su olduğunu dedi mənə. İndi qarşıda göstərəcəm o yeri sizə. Baxın, belə masalardır, qəşəng, kölgədə, üstü bağlı. Gəlib gözəl dostlarla, ailənizlə, bir neçə nəfər rahat burada istirahət edə bilərsiniz. Ətrafda yaşıllıqlar, güllər, çiçəklər. Baxın, akvaparkı normal, təmiz. Burada qapalı hissədir. Qarşıda isə Alara çayıdır. İndi ora tərəfdə gedəcəm. Alara çayı Manavgat və Alanyanı bir-birindən ayırır. Burada qapalı hissədir. Bar hissəsidir burada. Mangal yeri. İndi çaya tərəf yaxınlaşaq, sonra bu tərəfi də göstərəcəm. Öz şəxsi pirsi də var. Baxın, burada belə masalardır oturmaq üçün. İndi pirsin üstünə çıxmaq istəyirəm, sonra arxanı göstərəcəm. Bəli, baxın, bu çayın qarşı tərəfi Alanyadır. Bu tərəf isə, Şəlalə Parkın olduğu tərəf isə Manavgatda artıq. Mən Manavgatdayam. İndi gəlirəm qabağa və düz çayın ortasında, Manavgatla Alanyanın ortasında dayanıram. Baxın, bu da Şəlalə Parkın ərazisi. Alara Parkın tam sahilində. Bu tərəfdə isə, baxın, bu tərzdə qalmağa yerlər var, ailəvi nömrələr. İndi hamısı dolu olduğuna görə göstərə bilmirəm, 6 dənədir. Dediklərinə görə minimum 2 gün verilir. Qiyməti də normaldır, səhər yeməyi daxildir. Amma qiymət dedi, hər ay dəyişə bilər. Ona görə mən heç vaxt qiymət deməməyə çalışıram. Özünüz maraqlana bilərsiniz. Və indi keçirik bu tərəfə.
Burada uşaqlar üçün əylənmək üçün yerdir, kaçelilər. Bu da ponidir. Adı Nadia'dır. Adını nədənsə Nadia qoyublar poninin. Balaca bir atdır. Baxın, çox gözəl yaşıllıqdır, sakitçilikdir, qəşəng bir yerdir bura. Bu da qalmağa. Bungalov deyil, bunların tam adı necə olur bilmirəm. Bilənlər varsa qeyd eləyərlər. Yazarlar kommentlərdə. Burada biri yuxarıdadır. Orada yuxarıdadır, qayaların üstündə. Burada şəlalə var və kükürtlü su deyəsən buradan çıxır. Burada kükürtlü su olur. Müalicəvi. Bu sudan hovuzu da doldururlar. Bu da zipline'dir. Onu da göstereyim. Orada da yazmıştı tabelada. Zipline var. Buradan digər qülləyə qədər, yəni zipline də burada fəaliyyət göstərir. Əyləncə üçün maraqlı bir yerdir. Adrenalin həvəskarları buyurub gələ bilərlər. İndi buradan baxım, digər qülləni göstərə bilsəm göstərəcəm sizə buradan. Gəldik bungalovun ərazisinə. Baxın, digər məntəqə də oradır, qarşıda. Ora qədər zipline, bu iplə vasitəsilə ora, o başa və bu başa gedilir. Belə əziz dostlar, mənim də bugün səfərim Antalya tərəfdir. Yol üstü sizə təsadüfən gördüyüm belə bir maraqlı yeri təqdim elədim. Siz də yolunuz düşsə bura baş çəkərsiniz. Gözəl yeməkləri var, hər cürə yeməkləri var, kahvaltılar və s. Bütün menü maraqlıdır, hər şey var. Siz də bura gələ bilərsiniz, istirahət edə bilərsiniz. Əgər qalmaq istəsəniz, bəli, soruşun, belə yerdə qala bilərsiniz. Çayın kənarında maraqlıdır. Mən isə yavaş-yavaş sizinlə sağollaşıram. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.